Cavanşir müəllim, Azərbaycan-Çin əlaqələri artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir və Prezident İlham Əliyevin Çinə gözlənilən səfəri fonunda sizin fikrinizcə iki ölkə arasında münasibətlərin növbəti inkişaf mərhələsi hansı sahələr üzrə ola bilər və xüsusilə rəqəmsal transformasiya və yaşıl enerji sahəsində əməkdaşlıq gündəmə gələ bilərmi? Buyurun. Çin və Azərbaycan arasındakı əlaqələr əslində biz müstəqilliyimizi bərpa etdiyimizdən dərhal sonra başlayıb və bu müddət ərzində 30 ildən çox müddət ərzində müxtəlif sahələrdə Çin-Azərbaycan əməkdaşlığını müşahidə etmişik və xüsusilə keçən il strateji tərəfdaşlıq haqqında anlaşma imzalandı iki ölkə arasında və bu günə qədər Çinin bir kəmər, bir yol layihəsi elə lap başlanğıcdan Azərbaycan üçün maraqlı olub və Azərbaycan bu layihəyə uyğun öz layihələrini irəli sürüb və məhz ona görə də hal-hazırda orta dəhliz konsepsiyasının bir segmenti olmağa iddialıdır. Və Çinlə Azərbaycan arasında olan ənənəvi əlaqələr əlbəttə həm siyasi, həm iqtisadi, həm mədəni, humanitar sahələri əhatə edir. Bu günə qədər Çin və Azərbaycan arasında idxal ixrac əməliyyatları demək olar ki, iqtisadiyyatın bütün sahələri üzrə həyata keçirilibdir. Amma son zamanlar Çin və Azərbaycan arasında müdafiə sənayesi sahəsində də əməkdaşlıq edilməsi nəzərdə tutulur və eləcə də dünyada gedən proseslərə uyğun olaraq hal-hazırda çox populyar olan, aktual olan mövzulardan biri yaşıl energetika, bərpa olunan enerji vasitələridir ki, və bu sahədə də Çin və Azərbaycan arasında əməkdaşlıq layihələri nəzərdə tutulur. Əslində Çin şərq dünyasının ən böyük güc mərkəzidir və Azərbaycanın Çinlə ticarət əlaqələri həmişə pozitiv dinamika üzrə inkişaf edib, lakin orta dəhlizin tədricən işə düşməsi ilə əlaqədar və gələcəkdə orta dəhlizin daha da güclənməsi ilə əlaqədar Çin-Azərbaycan əlaqələrinin daha da yüksələcəyi və daha da intensivləşəcəyi gözləniləndir. Cavanşir müəllim, Çin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən hər zaman ölkələrdən olub və sizin fikrinizcə bu əməkdaşlıq həm də Cənubi Qafqazda daha geniş miqyaslı bir regional sabitlik və inkişaf modelinə çevrilə bilərmi? Çinlə bərpa və investisiya yönümlü əməkdaşlıq hansı siyasi nəticələr doğura bilər? Nəzərə alaq ki, iki situasiyada Cənubi Qafqazda da sülhün bir addımlığındayıq Azərbaycanla Ermənistan arasında. Təbii ki, Ermənistanın zəruri şərtlərimizi qəbul etməsindən sonra bu reallaşacaq və Zəngəzur dəhlizi məsələsini də bura əlavə etsək, Çinin maraqları nöqteyi nəzərdən Cənubi Qafqazda necə bir gələcək görürsünüz münasibətlərin gələcək inkişafı baxımından? Şübhəsiz ki, Cənubi Qafqaz bölgəsi bütövlükdə təkcə Çin üçün deyil, həm Avropa, həm Asiya üçün olduqca maraqlı bölgədir. Həm geosiyasi cəhətdən, həm geoiqtisadi cəhətdən və bu baxımdan da Çinin bölgəmizə maraq göstərməsi də heç də təsadüfi deyil. 2020-ci ilə qədər Qarabağ münaqişəsinin həll olunmaması ola bilər ki, Çini və eləcə də digər ölkələri hansısa layihələrə ehtiyatla yanaşmağa vadar edirdi. Lakin 2020-ci ildə biz torpaqlarımızı işğaldan azad etdikdən sonra bölgəyə marağın bütün istiqamətlərdə, həm Avropada, həm Asiyada artdığını müşahidə edirik və bu maraq ilk növbədə Avrasiyanı birləşdirən layihələrin reallaşması ilə bağlıdır və əlbəttə burada orta dəhliz, bayaq adını çəkdiyimiz orta dəhliz layihəsi çox mühümdür, həm Avropa üçün, həm Çin üçün və bu baxımdan şübhəsiz ki, indi Çinin Azərbaycanla münasibətlərinin intensivləşməsi də bu baxımdan çox əhəmiyyətlidir və maraqlıdır. Yəni, Azərbaycan Çinlə əməkdaşlıqda nə qədər maraqlıdırsa, Çin Respublikası özü də Azərbaycanla əməkdaşlıqda bir o qədər maraqlıdır və əgər söhbət Cənubi Qafqazdan gedirsə, əlbəttə burada Azərbaycanın rolu müstəsnadır. Çünki Azərbaycandan keçmədən, yan keçməklə hər hansı bir layihəni nə Ermənistanla, nə Gürcüstanla etmək, həyata keçirmək iqtidarında deyirlər. İstər Avropa tərəfindən, istər Çin tərəfindən. Ona görə də heç təsadüfi deyil ki, dünən və sırağa gün ölkəmizdə Gürcüstanın prezidenti səfərdə olarkən Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bunu bir daha xatırlatdı və dedi ki, bu kimi layihələr Azərbaycansız və Gürcüstansız mümkün deyil.
Bu baxımdan bizim yerləşdiyimiz coğrafiya və bu coğrafiyada Azərbaycanın üstün mövqeyi həm Çini bizə yaxınlaşdırır, həm Avropanı bizə yaxınlaşdırır və biz bu münasibətlərdən əlverişli və faydalı şəkildə yararlanaraq hər iki tərəflə, həm şərqlə, həm qərblə faydalı qarşılıqlı əməkdaşlıq yaratmağa hazırdır Azərbaycan. Və dövlət tərəfindən həyata keçirilən infrastruktur layihələri, nəqliyyat, tranzit, kommunikasiyaları və s. bütün bu layihələr də məhz bu gələcəyə hesablanıb. Bu həyata keçirilən layihələr həm Çin tərəfinin, həm Avropa tərəfinin maraqlarını əks etdirir və onların maraqlarını qane edir. Azərbaycan bu layihələrdə ən vacib, ən strateji nöqtədir və bu baxımdan Çin və Azərbaycan arasındakı münasibətlərin gələcəyini də tamamilə indikindən də qat-qat yüksək səviyyədə pozitiv dinamika üzrə inkişaf edən bir münasibətlər sistemi kimi baxmaq olar. Çox sağ olun, təşəkkür edirəm Cavanşir müəllim. Sağ olun. Bəli, qeyd edeyim ki, bizimlə birbaşa bağlantıda millət vəkili Cavanşir Feyziyev idi və biz Cavanşir müəllimlə Azərbaycan-Çin arasında inkişaf edən və yüksələn xətlə davam edən münasibətlərdən danışdıq.